Salam. Deməli sizə bordo haqqında bir çəkiliş söz vermişdim. İndi stolunuzu yaxın çəkin və sizə bordo haqqında ancaq burada eşidəcəyiniz məlumatları bölüşəcəm. İlk öncə qeyd edim ki, 60-70-ci illərdə fitopatologiyada təhsil alan bütün tələbələrin, belə deyək, alimliyi seçən tələbələrin 50%-dən çoxunun elmi işi bordo mövzusunda olurdu və çevir tatı, vır tatı. Hansısa bir yenilik yox idi. Söz yox ki, göbələklərə təsiri mövzusunda çox şey öyrənilib. Amma hazırlanmasındakı çətinliklər təkmilləşdirilməyib, araşdırılmayıb. Bordo o qədər gözəl və istisnasız fungisitdir, bakterisitdir ki, bugün bordo olmasa da, bordo adının kölgəsində nə qədər məhsul satılmaqdadır. Niyə? Çünki bordo ən işıqlı keçmişi olan yeganə məhsuldur. Həm də bordo mövzusu ilə yüzlərlə, bəlkə də minlərlə alim yetişib. Klasik bordo hazırlanması bəsitdir. Prosto əziyyətlidir. Bağlarda onu hazırlamağa çox vaxt şərait olmur. Həm də müasir texnikalar onun tətbiqinə uyğun deyil. Əvvəllər OVX texnikası var idi. Məhlulu çox iri nozullarla, bəzən də mini krantlarla axıdırdı və güclü ventilyatorun havanı daraldırılmış boruda sıxışdırması ilə dumana çevirirdi. İndi isə incə nozullar. Nozul, yəni püskürtücü ucluqdan söhbət gedir də. Yəni o zəhəri püskürdən ucluqdan söhbət gedir. Müasir ucluqlar mikronik ölçüdə tam həll olmuş məhlulları çiləmək üçündür. Bordo kimi çöküntü verən məhlulları çiləməyə imkan vermir. Həm də indiki gənclər də bordonun tərəfdarı deyirlər. Sahibkarlar da həmçinin. Bu mövzunu işləmək istəmirlər. Yəni aqrar sektorda təhsil alan tələbələr bordo mövzusuna girmək istəmirlər. Çünki bordo nə bilim yanlış bir formada artıq bazarda özünə yer eləyib. Alimlərin tənbəlliyindən. Çünki artıq yüzlərlə alim bu mövzuya həm də möhürün vurub. Və hər də bir kreslo tapıb atıb altına. Bunlar həmin gənclərə elmi rəhbər olacaq kəslərdir. Onlar imkan verərmi ki, bunların müdafiə etdiyi mövzular çöpə getsin və yaxud da müasirlik qazansın. 60 il qabaq bu qədər müxtəlif kimyəvi maddələr də əlçatan deyildi. İnsan əməyi də o qədər önəm kəsb etmirdi. Hazırda bordonu vəssalam otururdu 10 nəfər orada bağda su qızdıran kimi, o birisi kimi, bu birisi kimi. Yəni, həm bağlar da, digər belə təsərrüfatlar da bu qədər geniş deyildi. Nəysə, məsələ nədir? Onu anladığım kimi çatdırmaq istəyirəm. Yoxsa bordonun hazırlanması indiyə qədər sadələşdirilmişdir. Və insanların da, sahibkarlar da bordodan imtina etməzdilər. Həm də hazır bordolarda həmin o Tımırzayevski alimləri alladır. Yəni, onlar elə bilir ki, normal bir şəkildə təhsil almayıblar deyə. Mən açıq deyirəm, yəni kimsə etiraz var, buyursun. Kiminsə etiraz var, buyursun. Yəni, həmin alimlər bu günlər hazır bordoları bazarda görürlər, elə bilirlər, elə bordo hazır da ola bilir. Ya bilmirlər, ya da bilib anlamadığım səbəblərə görə susurlar. Yəni, bordonun hazır şəkildə bazara girməsi bir şəkildə yəni bordonun hazırlanmasındakı çətinlikləri görməməzdən gəlinir. Başa düşdün, tələbələr də bu mövzunu seçmirlər. Yəni hazırda sahibkarlar zaten hazır bordoya müraciət edir deyə niyə bir şəkildə bordonun hazırlanması üçün bir də hansısa bir elmi işin dalınca düşsün. Yəni az sonra zaten bordonun içindəki reaksiyalardan məlum olacaq ki, hazır bordo olmayan bir şeydir. Aldığı təhsilləri heç olmasa oturduqları kreslodan utanmalıdırlar və yaxud da müdafiə etdikləri elmi işlərindən utanmalıdırlar ki, bazarda bordo adı ilə satılan məhsullara mane olsunlar və yaxud da mane olmasınlar. Ən azından bir münasibət bildirsinlər. Desinlər, ən azından bilirik də, yəni hansı ki biri var idi, hər mövzuya münasibət bildirirdi vaxtı ilə. Yəni hər mövzuya, yəni konkret olaraq bir şey paylaşa bilmirdin. Altından saatlarla oturub kitabları köçürdürdü ora. Bütün kitabları köçürdürdü Facebookda. Adamın hövsələsini daraldı. Elə məhz elmi işi də dəfələrlə qeyd etmişdi ki, mənim elmi işim bordo mövzusunda olub Tımırzayevskidə. Bugünkü alimlərin hesabına elm irəli getmir. Yəni fermerlərin çətinlikləri araşdırılmır. Otaqlarda aqrar sahə inkişaf eləyə bilməz. Aqrar sahədən başlamalıdır. Ölkədə alim var ki, 50 ildir bircə dənə geniş mühazirəsi var. Bir dənə geniş mühazirə. O da üzümdə vitikola nekator mövzusudur. Yəni üzümdə unlu şey xəstəliyi.
göbələyin beynəlxalq adında dəyişiblər. Eris və Nekator qoyublar. Amma hələ də adam Vitikola Nekatorda qalıb. Nəysə, yəni sözüm nədir? Bordo mövzusu həm ticarətçilərlə, həm də savadsızlığın birgə əməyi nəticəsində bu günləri bordo, konkret həqiqi bordo yoxdur ortalıqda. Bugün türklərin ölkədə hazır bordo bazarı bu qədər geniş qurmaqları ilə o alimləri alim kimi qəbul etməməkdən xəbər verir. Nəysə, keçək mövzumuza.